Herkese salamlar, mən Çingiz Pəhlivan. Bu biraz uzun video olacaq. Bu şəkildə gördüyünüz ağzı yekə, balıqdan oxşayan cırmağız mənə başlayıb ləkə yaxmağa. Güya mən Azərbaycanın üz qarasıyam. Güya ki mən pəhlivanlıqla belə başından böyük qələtlər eləyir. Təbii ki bunun hansısa bir it örgədibdir, hansısa kimsənsə küçüyüdür, düşüb. Birincisi, mən El Pəhlivanlar Birliyinin üzvüyəm. El Pəhlivanlar Birliyi Azərbaycanda yeganə birlikdir ki, pəhlivanlar orada yığışıblar, hamısı bir yerdədir və sədrimiz Nurəddin Beyləqanlı da Azərbaycanın tanınmış el pəhlivanlarından biridir. Lazım olsa mənə iradı o bildirər. Başqa pəhlivanlar var, lazım olsa iradı mənə onlar bildirər. Sən haranın küçüyüsən ki, hansısa bir pəhlivana irad bildirsən. O ki, keçdi sirk məsələsinə. Mən sirkdə işləyirəm, mən bir sənətçiyəm. Sirkdə işləyən qızların geyimi odur. Onun heç kimə istisi soyuğu yoxdur. Yox, əgər kimsə razı deyilsə, mən o qızları fırladım, göndərsin evdə əzizlərinin, problem yoxdur. Onların qızların əvəzini onları fırladaram, əgər gözləri götürmürsə. Üçüncüsü də ki, sənin haqqında örgəndim, Mingəçevirdə yaxşı bir məlumat vermədilər. Dedilər, payka boyun biridir, boynu yoğun şeydir, başın bıraq etsin ki, sənə yaraşmaz. Həqiqi mənə yaraşmaz, sən kimi qaşqaldaqlara video çəkmə. Sadəcə olaraq mən heç vaxt qəbul eləmərəm ki, sənin kimi bir qeyrətlər mənim adıma ləkə yaxsın. Onsuz da ölkədə belə bir dəstə yaranıb, Azərbaycan bayrağını ucaldan idmançıların adına ləkə yaxırlar. Amma yaxa bilmirlər, çünki xalq, ədalət həmişə düzün tərəfindədir. Buradan deyirəm, tüpürüm sən kişiliyivə ki, sən nakişisən. Səndən ömrü boy bir normal adam olmayacaq. Gələcəkdə bilmirəm, subaysan, evlisən, subaysansa inanmıram, indən belə sənə qız da verməzlər. Çünki sən elə löynüvə baxanda ucu bilinir. Sən Azərbaycan pəhlivanı adına ləkə yaxdın, elə o ilə da qara siyahıya getdin. Tüpürüm sən kişiliyivə, nakişi üzvə. Nömrəvi də istədin, vermədin. Çurban.